Mən Fətəliyev Hacı Fətəlioğlu 1970-ci ildən saatçaz işləyirəm. Hal-hazırda indi Bakı şəhər Səbail rayonu Mərdanov qardaşları 12 ünvanında saatçaz işləyirəm. Mənim yerimin Darısqal olmağı məni biraz çox narahat edirdi. Həmən yerdə oğlumun adını o vaxt onun adını almışam. O da saatçazlıq öyrənib, ikimiz bir yerdə çalışırıq. Bizim yerimiz cəmi 5 kvadratlıq yerdir. 5 kvadratlıq yer. Yerimiz o kadar darısqaldı ki, 2 nəfər orada fırlana bilmir. Fikirləşdim ki, bu Hacıbala Abdalıbova müraciət edeyim. Deyim ki, bəs mənim yerim belə dardı. O mənim bu təklifimi heç eşitmək belə istəmədi və mənə rədd cavabı verdi Hacıbala Abdalıbova. Mən fikirləşdim ki, Hacıbala Abdalıbova məni şəxsən tanıyır. Cənab Prezident İlham Əliyevin yanında dəfələrlə məni görüb. O mənə yer verər. Və mən fikirləşdim ki, Molla Üzböy 28'de Azi'nin yanında 25 yıl olan saatçaz emalatxanası olub. Onu da Hacıbala Abdalov yani Bakı şəhər İcra Hakimiyyətinə təyin olandan sonra sərəncam verib oranı söktürüb. Nəhayət mən vəkil tutdum. Ərizə ilə müraciət elədim Hacıbala Abdalovova və ondan əməlli başlı rədd cavabı gəldi ki, biz o yeri sənə verə bilmərik. Çünki prezidentin sərəncamı var. Həmən yerləri heç bir insana verə bilmərik. Mən bildirmək istəyirəm ki, bunların hamısı cəfəngiyatdır, boş söhbətlərdir. Xaricdə də, hər yerdə də elə yerləri sənətkarlara verirlər. Bu dəqiqə Bakı şəhərində elə yerlər var ki, 1 metrə, 2 metrə qabağa çıxardıblar. Amma burada qabağa çıxmalı elə bir şey yoxdur. Mən elə bir sənətkaram ki, məni İtaliyanın Milan şəhərindən 12 nəfər nümayəndə heyət gəldi mənim haqqımda sənədli film çəkdi və mən buna görə çox fəxr elədim. Mənə İtaliyadan zənglər gəldi ki, İtaliyada sənin haqqında sənədli film göstərirlər. Dedim, bəli, bilirəm, mənim haqqımda çəkilişlər olub, çox sevindim buna görə. Mən bu yaxınlarda sizə bildirmək istəyirəm ki, NAR şirkəti, mobil şirkəti mənim reklamımı vurub çəkiblər, vurublar bütün yerlərə ki, Usta Hacının reklamıdır bu. Baxın, gördüyüm yer, işləmək istədiyim yer bax buradır. Bunun nəyi pisdir ki? Nəyi pisdir də? Mənim orada saatçaz işləməyimin kimə ziyanı ola bilər? Hörməti Hacıbala müəllim, mən sizdən xahiş edərdim ki, yəni bu yeri sərəncam əsasında icarəyə istəyirsiniz, icarəyə verin mənə. Mən oranı götürüm. Öz şəxsi vəsaitimlə, öz pulumla oranı tikdirim, yaradım ki, şəhərin gözəlliyinə heç bir şey eləməsin. Ona görə də fikirləşdim ki, buyurun, baxın, veş yığan kim, oranı bərbad günə salan kim, bu da cavan oğlanlar gəlib otururlar orada, mübahisə aparırlar, bir-birinə söhbət edirlər, otururlar orada bütün günü. Ha vaxt keçirsən, orada görsən boş bekar adamlar yığışıb. Bu da bərk yağışlar yağdı bu yaxında. Həmən yağışlardan sonra buyurun baxın, ora nə gündədir. Həmən yer həddindən artıq çox pis gündədir. Amma mən saatçaz işləsəm, ora baxaram, necə lazımdır, yəni təmizliyinə də, filanına da, gözəlliyinə də. Ona görə də mən xahiş edərdim ki, həmən yeri sərəncam əsasında versinlər mənə, qoyun mən orada saatçaz fəaliyyətimi davam edeyim. Mən neçə ildir, mən indi evdə otura bilmərəm axı. Artıq neçə ildir mən bu sənətdəyəm. Mən necə gedim, oturum evdə. Mən darıxaram, işləmək istəyirəm. Mənim görürsünüz ki, bütün diplomlarım təltif olunmuşam, necə lazımdır. Ona görə də mən xahiş edərdim Hacıbala müəllimdən. İstəyərdim ki, mənim səsimi çox hörmətli prezidentimiz İlham Əliyev eşitsin. İlham Əliyev çox gözəl insandır, yaxşı prezidentdir. Mən inanıram ki, o mənim səsimi eşitsə, səsimə səs verər və həmən yerin sənədlərini verərlər mənə, gedib orada saatçaz tikərəm, yaradaram, işləyərəm, quraram. Mən elə bilirəm ki, burada elə bir qəbahət şey yoxdur. Bütün tanınmış adamlar saatlarını gətirirlər mənim yanıma və hamısının saatlarını mən təmir edirəm. Mən artıq Azərbaycandan başqa bütün xarici ölkələrdə də məni tanıyırlar. Mən də bundan fəxr edirəm. Ona görə
Çox xahiş eləyərdim. Bax, görürsünüz ki, mənim yanıma necə insanlar saatlarını gətirirlər. Oktay Mirqasımov, Vasif Adgözəlov, Yaşar Nuriyev rəhmətli. Ona görə mən istəyərdim ki, Hacıbala müəllim, çox xahiş edirəm. O yerin mənə Vəfa Quluzadə, Allah qəni rəhmət eləsin. O yeri sərəncamla verin mənə. Çünki bu saatçılıq elə peşədir ki, bu mağaza deyil, gedib bir arendaya yer götürəsən, işləyəsən, ondan sonra deyəsən ki, çıxardanda da çıxasan. Bu sənətdir. Biz müştəri yığırıq, ona görə də o sənəti orada davam eləməliyəm ki, cəmaat bir yeri tanısın. Vəssalam.